Sual doğur ki, insanı neçə saat öyrətmək mümkündür? Bəziləri deyir ki, 10 saata qəti mümkündür. Bəziləri deyir, mən 3 saata öyrədirəm. Bəs həqiqət hardadır? Həqiqət hardasa ortadadır. Söhbət ondan gedir ki, insandan insana fərq var. Bütün insanları 10 saata, 20 saata öyrədirəm sözü düzgün deyil. Bilirsən necədir? 4 cür insan var. Müəllimdən yalnız 50% asılıdır. Müəllim yaxşı olmalıdır. Amma müəllimdən bu işin sürəti asılıdır 50%. Qalan 50% tələbədən asılıdır. Birinci növ tələbə. Həddindən artıq güclü analiz qabiliyyəti olan tələbə. Dəqiq qərarlar qəbul edən tələbə. Yəni öz sahəsində də mənim yanıma gəlməmişdən qabaq öz sahəsində dəqiq qərarlar qəbul edir, düzgün qərarlar qəbul edir və analiz qabiliyyəti. Və o xüsusiyyət var onda. Maşın sürmək başdan ayağa analiz edərək düzgün qərarlar qəbul etməkdir. Deməli elə insanlar var ki, mən onları yaxşı mənada paralon adlandırıram. Paralon nədir? Suyu hopur, suyu hopdurur. Bax elə insanlar elə bir ki, sənin ağzından çıxanı ikinci dəfə təkrar eləməyə qoymur. Bax belə güclü insanlar var ki, onlar analiz qabiliyyətidir. Göydə tutur. Göydə tutur. Paralon kimi elə bir ki, bütün bilikləri hopdurur. Bax onları 10 saat öyrətmək mümkündür. Buna mən tam əminliklə, hər halda mənə inanırsınız, insanlar da yəqin ki mənə inanır. Bu reklam deyil, 10 saata onları mümkündür. Bu da elə bir ki, 10 tələbədən 3'ü belə olur. İkisi 3'ü belə olur. Bəs qalanları gedir orta qabiliyyətdir. Orta qabiliyyətli insanlar, yarım paralonlar. Bunlar bizə necədir? Bir dəfə deyirsən, o qədər ona çatmır. İkinci dəfə deyəndə, üçüncü dəfə deyəndə bunu götürür. Artıq axı bunları deyəndə vaxt gedir. Artıq onları öyrətmək olur hardasa 15-20 saata. Üçüncü növ insanlar. Mən onları deməli zəif qabiliyyətli insanlardır. Burada paralonluqdan heç söhbət gedə bilməz. Uzun müddət öyrətmək olur. 5 dəfə, 10 dəfə təkrar edirsən, amma axırı ki 30 saat öyrədirsən. Və dördüncü tip insanlar, mən onlara güzgü adlandırıram. Niyə güzgü? Güzgü şu anı necə geri qaytarırsa, həmin tələbələr 50 dəfə delsən, o sözləri elə bir geri qaytarır. Ona çatmır. Elə bir ki, deməli, bu insanlar siz necədir? Heç bir sahədə qərar qəbul edə bilməyən insanlardır. Analiz edə bilməyən insanlar. Onlar maşın sürməsə yaxşıdır. Mən onu birinci dərsdən hiss edirəm. 20 dəqiqədən sonra hiss edirəm ki, bu güzgüdür. Çünki mən dediklərimi heç cür eləyə bilmir. Stadion onlara dar gəlir. Enli yollar dar gəlir. Sükanı düz tut deyirsən, az qala tükana girir. Mən o dəqiqə yaxınlarına deyirəm ki, mən bunu öyrədə bilməyəcəm. Deməli, bunlar analiz edə bilmirlər situasiyanı. Bu bir. Qərar qəbul edə bilmirlər. Çünki elə insanlar var ki, onlar istənilən sadə qərar qəbul edə bilmirlər. Adi elə bir kibrit qutusu almalıdırlar. Bilmirlər alsınlar, almasınlar, yoldaşına deyirlər, qırmızısını alım, yoxsa yaşılını alım. Ona deyəndə yaşılını al, yenə də fikirləşir ki, bəlkə mən qırmızısını alım. Deməli, axı yolda qabağıma maşın çıxıb, sağa qaçım, yoxsa sola qaçım, bir saniyənin içində sən qərar qəbul eləməlisən. Sən pomoş studiya deyir, studiyanın köməyi. Sən orada zəng eləyəcəksən yoldaşına ki, bu maşın sağdan geçim, piyada təkərin altına girin, neyim? O insanları öyrətmək mümkündür. Fikrimi izah eləyə bildim mi?